Xüsusilə yaz-yay aylarında paltarları günəş altında qurudarkən diqqətli olun. Sağlamlıq üçün təhlükə yarada bilər. Araşdırmalara görə qızmar istilər zamanı açıq havada qurudulan nəm paltarlar havadakı poleni özünə hopdurur. Nəticədə insan orqanizmində bəzi fəsadlara yol açır. Ətraflı sıradakı sujetdə. Əksər insanlar nəm paltarları açıq havada, günəş altında qurudur. Alimlərin yeni araşdırmasına görə bu sağlamlıq üçün təhlükəli ola bilər. Səbəb isə çox sadədir. İsti və küləkli hava, eləcə də ağacların çiçəklənməsi polenlərin sayını artırır. Bu isə allergik xəstəlikləri aktivləşdirir. Elə apardığımız sorğu zamanında məlum oldu ki, bu cür hallarla rastlaşanlar az deyil. Bəli, uşaqda olub belə bir hal. Yəni uşağa geyimi geyindirmişəm, növbəti gün səpki görmüşəm. Geyinirsən, üstündən bir neçə aylar keçir, görürsən ki, bədəndə cürbəcür fəsadlar, xəstəliklər əmələ gəlir. Yəni buna şahid olmuşuq, görmüşük. Tozanaq olanda, bərk külək olanda, belə günəşli, belə illaki yaz aylarında olur ən çox. Elə düşünürəm ki, günəş şüası paltarlara dəyməlidir. Orada bəzi mikroblar ölür. Allergoloq Sevil Qəhrəmanova deyir ki, yaz aylarında nəinki havada qurutmaq, günəş altında gəzmək belə paltarların üzərinə polenlərin yığılmasına səbəb olur. Buna görə də gəzintidən gəldikdən sonra mütləq duş qəbul edilməli, paltarlar yuyulub ütülənməlidir. Paltarların isti, küləkli, tozlu havada bayırda qurudulmaması məsləhətdir. Tam qapalı, yəni mühitdə paltarların qurudulması məsləhət deyil. Havalandırma olmalıdır. Allergik xəstələrdə isə daha çox səhər və günorta saatlarında deyil, günortadan sonraki vaxtlarda, yəni bu prosesin aparılması məsləhətdir. Çünki xüsusilə 32 dərəcədən yuxarı temperaturda və havadakı tozcuq miqdarı yüksək olan günlərdə insanların səhhəti üçün risklidir. Nəm paltar tozcuğu özünə hopdurur, onu yataq dəstlərinə, geyimlərimizə və dərimizə daşıya bilir. Bu isə allergiyası olanlar, xüsusilə də çiçək tozuna qarşı həssas insanlarda qaşınma, burun tutulması və göz sulanması kimi simptomlara səbəb ola bilər. Nurlan Şiraliyev, Qərib Cavadov, Sənan Bəhrəmli, ATV Xəbər.